Şuuraltınız sizinlə danışa bilərmi? Bəli, intuisiyalarınız vasitəsilə sizinlə danışa bilər. Şuuraltınızdan sizə rəhbər olmasını, sizə kömək etməsini istədiyiniz zaman müəyyən bir işi etmək üçün içinizdə ruh yüksəkliyi, coşqu, qabaqcadan duymaq hiss edərsiniz. Cavabı yuxunuzda və ya ağlınıza birdən-birə gələn təsəvvür ilə görə bilərsiniz. İntuitiv olaraq bunun sizə bir mesaj göndərdiyini anlayarsınız. Məsələn, içinizdən kitab oxumaq və ya biri ilə danışmaq keçər. Cavabları buralarda tapa bilərsiniz. Fərqli insanlar şuur altında dəyişik, seçilmiş və ya təbii metodlarla ismarıcılar alırlar. Bu ismarıcıların bəzisi hiss, bəzisi görünən formadadır. Meditasiyanın şuur altınızla olan əlaqəni inkişaf etdirdiyinə inanıram. Nə qədər çox meditasiya etsəniz, intuisiyanız bir o qədər inkişaf edir. Şuur altınızdan ismarıc almağın yolu budur. Ətrafınızda baş verənlərə qarşı həssas olun və özünüzə, hisslərinizə və daxili səsinizə inanın. İndi siz intuisiyanın çox xüsusi və spiritual olduğunu düşünə bilərsiniz. Əslində elə deyil. Harvard Business School'un professoru Dr. Isenberg qərar vermək texnikaları üzərində 2 illik təcrübə apararkən böyük menecerlərin 80%-nin qarmaqarışıq və insanlarla bağlı qərarlarında intuisiyalarından istifadə etməyə üstünlük verdiklərini kəşf etmişdi. Uğurlu biznesmenlərə necə qərar verdiklərini soruşun. Çoxu instinktlərə, yəni hisslərinə əsaslandıqlarını deyəcəklər. İnstinkt nədir? Bu sizin intuisiyanızdır. İntuisiya gündəlik dəyərləndirmə prosesinin bir hissəsi olmalıdır. Siz onu istifadə etdikcə və ona inandıqca sizə daha yaxşı xidmət edəcək. Eyni zamanda şuuraltının qeyd aparma sistemi var. Şuuraltının qeyd aparma sistemi doğru-yanlış, əxlaqlı-əxlaqsız, reallıq-xəyal kimi fərqləri anlamır. 1. Şuuraltı kompüter proqramı kimidir. Sadəcə məlumatlarla işləyir. Məlumat haqqında fikir və ya qiymətləndirmə aparmır. 2. Şuuraltı ümumiləşdirilmələr apara bilir. Hətta bunu çox vaxt edir. Məsələn, sizinlə mübahisə edən dostunuzun adı Əlidirsə, bütün Əli adında olan insanların davakar olduğuna inana bilir. 3. Şuuraltı anı yaşayır. Keçmiş ya da gələcəkdən bir şey anlaya bilmir. Onun üçün sadəcə indiki an var. 4. Şuuraltının cümlədən asılı olmadan eşitdiyi sözü qeyd etmək kimi bir xüsusiyyəti var. Məsələn, siqaretə atmaq istəyirəm deyən kimi sadəcə siqaret sözünü qeyd edə bilir. Siqaret sözünə reaksiya verə bilir. 5. Şuuraltı dəyişikliyi xoşlamır. Heç bir şeyin dəyişməsini istəmir. Dəyişdirmək istədiyiniz zaman reaksiya verə bilir və sizi dəyişiklik fikrindən çəkindirmək üçün bütün silahlarını istifadə edə bilir. 6. Şuuraltı yuxular vasitəsilə özünü nizamlayır və sıxılmış enerjiləri meydana çıxardaraq özünü rahatladır. 7. Şuuraltı simvollar vasitəsilə danışır. Sözlərdən daha çox rəsmlərə reaksiya göstərir. 8. Şuuraltı əksinə eşidə və ya anlaya bilər. Cümlələri əksinə eşidən şuur üçün bunları anlamaq çox çətindir. Amma şuuraltı üçün bu çox asandır. 9. Şuuraltı ilk 6 yaşa qədər əsas xüsusiyyətlərini, qeydlərini tamamlayır. Bundan sonra isə öz qeydlərinə uyğun yeni məlumatları qəbul edir. Digər məlumatları daxil etmək üçün düzgün və sabit təcrübələr aparmaq lazımdır. 10. Şuuraltında əlaqə, ünsiyyət ən vacib təsirlərdən biridir. Bir varlıq davamlı olaraq o birinə nələrisə xatırladır, bir sənəd başqa bir sənədi açır. 11. Şuuraltı eyni anda bir çox işi görə bilir. Bir çox məlumatla işləyə bilir. Avtomatik olaraq bir çox funksiyanı yerinə yetirə bilir. Çox geniş bacarığı var. 12. Şuuraltı kollektiv şuuraltı ilə əlaqəlidir. Bu səbəbdən başqa insanların şuuraltılarından da təsirlənir. 13. Şuuraltının yumor bacarığı yoxdur. Zarafat bilmir. Deyilən hər sözü həqiqət kimi qəbul edir. 14. Şuuraltı emosional deyil, amma emosiyaların enerjisindən təsirlənir. Kiminsə şuuraltısı mərhəmətli deyil, amma
Mərhəmət emosiyası şuur altında bir çox əlaqə yarada bilir. Bir çox məlumatı hərəkətə gətirə bilir və insanın qərarlarına təsir edir. 15. Şuur altı eyni ilə balaca bir uşaq kimi israrlı və səbirsizdir. İstədiyi şeyin dərhal reallaşmasını istəyir və nə olursa olsun israrla davam edir. Hər hansısa bir davranış insana zərər versə də bunu israrla edə bilir. Çünki şuur altında doğru yanlış, zərərli zərərsiz kimi anlayışlar yoxdur. Sadəcə istək var. Bir çox insanın özünə zərər verən münasibətlərə, vərdişlərə və davranışlara davam etməsinin altında da bu dinamika var. Əgər şuur altını dəyişmək istəyirsinizsə, orada olan həmin inanc proqramlarını dəyişdirmək lazımdır. 16. Şuur altı qətiyyən istirahət etmir, yatmır və işləməkdən əl çəkmir. Nə qədər ki insan yaşayır, şuur altı fəaliyyətinə davam edir. 17. Şuur altının mübaliğəli bir təbiəti var. Xüsusilə qorxuları şişirdərək insanın narahatlıq səviyyəsini artıra bilir. 18. Şuur altı davamlı təkrarlara qarşı həssasdır. Bir düşüncəni, duyğunu və ya da cümləni davamlı olaraq təkrar etsəniz, bunu axırda qeyd edir. 19. Şuur altı insanın hiss etdiyi nifrət kimi mənfi emosiyaları qeyd edir və bu emosiyaları uyğun bir mühitdə meydana çıxardır. Şuur altı intiqamı sevir deyə bilmərik, amma içindəki nifrəti üzə çıxartmaq üçün bir yol tapır deyə bilərik. 20. Şuur altı düzgün fərqləndirmələr apararkən çətinliyə düşə bilər. Məsələn, şuur altıya görə pulunu küçədə itirməklə iflasa düşmək eyni məna kəsb edə bilir. Çünki ikisində də pulu itirmək var. 21. Şuur altının dili 5 yaşlı uşağın dilidir. Sadə və aydın izahlardan anlayır. Əgər şuur altınıza mən çox zəngin insanam desəniz, bunu anlayacaq. Amma kainatdan gələn zənginlik bütün enerji kanallarıma axır, yüksək mənliyin vasitəsilə mənə çatır kimi qəliz cümlələr işlətsəniz, 5 yaşlı uşaq bunlardan nə anlayacaqsa, şuur altı da məhz o qədərini anlayacaq. 22. Şuur altı insanın münasibətlərinə və davranışlarına bir başqa təsir edir. Sahib olduğu qeydlərə görə insanın reaksiyalar verməsini və qərarlar qəbul etməsini idarə edir. Məsələn, şuur altında mən uğurlu bir insanam inanc proqramı olan bir insan özünə uğur gətirəcək işlərə avtomatik olaraq yönəlir. Sonu uğurlu olacaq qərarlar verir və onu uğura aparacaq halları həyatına çəkir. 23. Şuur altı bütün bu xüsusiyyətlərdən başqa öz qeydlərinə uyğun hadisələri reallaşdırmaq üçün dayanmadan işləyir. Öz inanclarını insanın həyatına çəkir və inandığı hər şeyin reallaşması üçün çalışır. Kollektiv şuur altına və dolayısıyla kollektiv şuurdan asılı olduğu üçün bunu asanlıqla edir. Əgər şuur altınız kasıblığa layiq olduğunuza inanırsa, bunu doğrudan da təcrübədən keçirməyiniz üçün lazım olan hər şeyi edəcək, buna əmin ola bilərsiniz. 24. Şuur altı şuurlu zehindən əmrlər alır. Burada ya siz şuurlu olaraq şuur altına əmrlər verirsiniz, ya da bunu şuursuzcasına edirsiniz. Amma mütləq edirsiniz. Əgər şuurlu şəkildə əmr verməyi bacarsanız, şuur altındakı məlumatları dəyişdirə bilər, yeni məlumatlar daxil edə bilər və şuur altınızın istədiyiniz həyatı reallaşdırması üçün çalışa bilərsiniz. 25. Şuur altı heç bir şeydən şübhələnmir və sorğulamır. Bu səbəbdən şuur altınıza hansı əmrləri verdiyinizə diqqətlə yanaşmalısınız. 26. Şuur altınızda bir çox qeydlər bir-biri ilə əlaqəlidir. Bir qeyd digərinə təsir göstərir, səbəbləri üzə çıxarır. Bir çox qorxular başqa qorxularla əlaqəlidir. Bu səbəbdən şuur altına tam olaraq baxmaq lazımdır. 27. Şuur məntiqi nəticəyə, şuur altı isə əqli nəticəyə meyl edir. 28. Şuur altının ekstrasenslik bacarıqları var. Gələcəkdəki bir hadisəni görə bilir, əvvəlcədən tədbir görür, insanı xəbərdar edir. 29. Şuur altı şuurun nəzərindən qaçırdığı şeyləri daha diqqətlə baxır və avtomatik olaraq qeyd edir. Şuurun diqqət etdiyi şeylər isə qeyd etmək üçün böyük bir cəhd və təkrarlar lazımdır. 30.
Şuuraltının bədii bacarıqları var. Məhsuldarlıq bacarığı çox inkişaf edib və xəyal gücünə sahibdir. Lakin yeganə problem xəyal ilə reallığı fərqləndirə bilməməsidir. Əgər insan öz xəyallarını şuurlu olaraq təsəvvüründə canlandıra bilmirsə, şuuraltı üçün bunlar tam bir reallıq olacaq. Beləliklə, bu podkastın bura qədər olan hissəsində şuuraltının 30 xüsusiyyəti ilə bağlı məlumat aldıq. Şuuraltı qanunu proqramı ilə davam edirik, amma davam etməzdən öncə bildirmək istəyirəm ki, şuuraltınızla işləmək, kodlarınızı və proqramlarınızı üzə çıxarmaq və dərindən şəfalandırmaq istəyirsinizsə, ömürlük və aylıq klublarımıza üzv olaraq şuuraltınızla daha dərindən işləyə bilərsiniz. Ətraflı məlumat üçün isə açıqlama bölməsində qeyd edilən WhatsApp nömrəsinə yaza bilərsiniz və biz şuuraltı qanunu proqramı ilə davam edirik. Kainat qanunlarla idarə olunur. Uğur qanunla idarə olunur və sizin şuurunuz da qanunla idarə olunur. Şuuraltınızın qanunu inanc qanunudur. Bir çox fərdi inkişaf kitabları və motivasiya ustadları inancın gücündən danışır. Onların ümumi mesajı Napoleon Hillin söylədiyi kimidir. Ağlınız nəyi qəbul edib inanırsa, onu reallaşdıra bilir. Ağlınızın inandığı hər bir şeyi reallaşdıra biləcəyi doğrudur, yoxsa bu motivasiyaçıların bir yalanıdır? Bu sual mənim də fərdi inkişaf yoluna və şuuraltı ilə işləmək üçün qatıldığım təlimlərə başlamazdan öncə özümə verdiyim suallardan biri idi. Suallardan biri də bu idi. Bəs birdən mən bəxtsiz bir insan kimi dünyaya gəlmişəmsə, bəs birdən qismətimdə uğur qazanmaq yoxdursa kimi suallar idi. Joe Vitalinin Spiritual Marketing adlı kitabını oxuduqdan sonra inanc anlayışım dəyişdi. Əslində, ağlımız nəyi dərk edib inanırsa onu reallaşdıra bilir əvəzinə, şuurlu zehninizin dərk edib şuuraltınızın inandığı şeylər reallaşır demək lazımdır. Bu sizin şuuraltınızın gücüdür. Səbəbi budur. Şuuraltımız maqnit kimidir. Öz inanclarını əks etdirən şeyləri özünə çəkir. Doğrusunu desək, şuuraltımızda müəyyən bir inanc varsa, şuuraltımız bu inanca uyğun titrəyişlər edir və bunu əks etdirən və ya buna uyğun hadisələri və insanları özünə çəkir. Buna dünyəvi titrəyiş və cazibə qanunu deyilir. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Yerin cazibə qanunu olduğu kimi dünyəvi impulsun saxlanma qanunu da var. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, bu qanun sizə təsir göstərir. Əgər şuuraltınız həyatınızın çətin olacağına inanırsa, doğrudan da həyatınız çətin olacaq. Qarşılaşacağınız hadisələr və insanlar həyatımızı çətinləşdirəcək. Əgər şuuraltımız pulun çətin qazanılacağına inanırsa, pulu çətinliklə qazanacağıq. Pul qazanmaqda çətinlik çəkirsinizsə, bilin ki, bunun səbəbi şuuraltınız pulun asanlıqla qazanılmadığına inandığı üçündür. Yuxarıdakıları başqa sözlərlə izah edim. Həyatınız çətindirsə, bunun səbəbi şuuraltınızın həyatın çətin olduğuna inanmasına görədir. Pul qazanmaqda çətinlik çəkirsinizsə, bunun səbəbi şuuraltınızın pulun çətinliklə qazanılacağına olan inancına görədir. Çətin keçən həyatınız və maddi durumunuzla bağlı başqa birini günahlandırmağınıza nə ehtiyac, nə də səbəb var. İzah etməyə çalışdığım budur. Reallıqlarınızı şuuraltınız yaradır. Bu həyatda uğur qazanmaq üçün insanın tamamilə anlamalı olduğu vacib bir ifadədir. Biz şuurumuzun gücünü hər hansısa bir fikri anlamaq üçün, şuuraltımızın gücünü isə nəticəyə çatmaq üçün istifadə edirik. Bir çox insanlar bunun əksinə edir. Şuurlarını nəticəyə çatmaq üçün istifadə edirlər. Bu da adətən stres və narahatlıq yaradır. Bu şuur gücümüzlə şuuraltı gücümüzü ifadə etmək arasındakı fərqdir. İndi şuuraltınızın nəyə bənzədiyini izah edim. Şuuraltınız kompüterin hard diski kimidir. Ekranda gördüyünüz isə reallığınız, həyatınızdır. Ekrandakı məlumatın haradan gəldiyini özünüzdən soruşun. Hard diskdən gəlməlidir, elə deyilmi? Əgər kompüter ekranı sizin reallığınızı göstərirsə, bu haradan gəlir? Bu bənzətməyə görə bu sizin şuuraltınızdan gəlir. Demək istəyirəm ki, reallığınız və təcrübə etdiyiniz həyat şuuraltınızdakı inanclarınızın əks olunmasıdır.
Bir çox insan çox vaxt iş yerini dəyişdirməsinə baxmayaraq hər yerdə eyni problemlərlə qarşılaşdıqlarını bildirirlər. Onlar anlamırlar ki, xarici şərtləri dəyişdirmək əvəzinə daxilindəki inancları dəyişdirməlidirlər. İnanclarını dəyişdirdiyi zaman eyni insanlar və yeni işlərə cəlb olunduqlarını hiss edəcəklər. Yaşadıkları dünya da şuur altındakı inanclarının dəyişikliyinə paralel olacaq. Reallığınızı yaradan inancın nə olduğuna özünüz qərar verə bilməsəniz, şuuraltınız bunu sizin yerinizə edəcək. Bir neçə kitab oxumaqla həyatınızın bolluq içində olduğuna inanmağa başlaya bilərsiniz. Ancaq şuuraltınızı buna inandıra bilməzsiniz. Bəs şuuraltınızın nəyə inandığını necə biləcəksiniz? Cavab olduqca asandır. Reallığınıza baxın. Reallığınız həyatınızın güzgüsüdür. Reallığınız içinizdəki inancları əks etdirir. Əgər reallığınızı davamlı olaraq şuuraltınızdakı inancları təkrar proqramlaşdırmaq bələdçisi kimi istifadə etsəniz, həyatınız heç vaxt olduğu kimi qalmayacaq. Əgər şuuraltınızı yenidən proqramlaşdırıb həyatınızı yenidən istədiyiniz kimi qurmaq, şuuraltınızdakı proqramlarınızı dəyişdirib dönüşdürərək eyni zamanda həyatınızı dəyişdirib dönüşdürüb istədiyiniz kimi idarə etmək istəyirsinizsə, klubumuza üzv olaraq daha dərindən şuuraltınızla işləyə bilərsiniz və şuuraltı inanc proqramları ilə bağlı daha dərin mövzularda seanslar və məlumatlar əldə edə bilərsiniz. Daha ətraflı məlumat üçün açıqlama bölməsində klubla bağlı qısa açıqlamanı oxu və WhatsApp-dan mənə yaz. Vermə-alma balansını qorumaq üçün isə kanalıma abunə olmağı, videonu bəyənməyi və komment yazmağı unutma. Sağlıqla qal, özəl ruh.